Zəbur 90-cı məzmur. Allah adamı Musanın duası. Ey Xudavənd, bütün nəsillərdən bəri bizə pənah yeri olmusan. Dağlara təvəllüd verməmişdən əvvəl, kainatı, dünyanı yaratmazdan əvvəl, əzəldən axırədək Allah sənsən. İnsanları torpağa çevirirsən. Deyirsən, qoy bəşər övladları toza dönsün. Sənin gözündə 1000 il ötən bir günə, bir gecə növbəsinə bənzər. İnsanları silirsən, çəkilirlər, elə bil ki, yuxudular. Sanki sübh çağı yerdə bitən otdular, səhər boy atar, çiçək açar, axşamsa solar, quruyar. Qəzəbindən məhv oluruq, hiddətindən vəlvələyə düşürük, hüzurunda təqsirlərimizi üzə çıxarmısan, gizli günahlarımıza üzünün işığını salmısan, ömür günümüz sənin qəzəbin altında keçir. İllərimiz bir nəfəs tək tükənir. 70 il ömür sürərik, sağlam olsaq 80-ə yetişərik. Ən yaxşı çağımız belə zəhmətlə, kədərlə keçir. Ömrümüz tez bitir, uçub gedir. Axı qəzəbinin gücünü kim dərk eləyə bilər? Hirsinin vahiməsini kim duya bilər? Bizə öyrət nə qədər ömrümüz var, qoy qəlbimiz hikmətli olsun. Əl çək, ya Rəb, nə vaxta dək qəzəbindən dönməyəcəksən. Sən qullarına rəhm elə, səhər-səhər bizə doyunca məhəbbət göstər. Qoy ömrümüz boyu sevinib fərəhlənək, bizi zülmə saldığın günlər qədər, bəlaya düşdüyümüz illər qədər sevindir. Əməllərin qullarına, əzəmətin övladlarına görünsün. Ey Xudavənd Allahımız, bizlə xoş rəftar elə, əllərimizin zəhmətini uğurlu elə. Bəli, bizim əllərimizin zəhmətini uğurlu elə.